Meyxanaçı Namiq Qaraçuxurlu Instagram hesabında atası ilə bağlı paylaşım edib. Sənətçi atası Hilal bəylə fotosunu izləyiciləri ilə bölüşərək onun ad gününün olduğunu bildirib. O fotoya "Doğum günün mübarək atam" sözlərini yazmaqla kifayətlənib. Qeyd edək ki, Namiq Qaraçuxurlunun anası Qənirə xanım ötən il dünyasını dəyişib. Mərhum uzun müddət qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkib. Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrından gedib. Bu haqda aktrisa özü məlumat yayıb. O bildirib ki, teatrın direktoru İlham Əsgərov tərəfindən işdən azad edilib. Xanlarova bir müddət əvvəl ərizəsini nümayiş etdirərək teatrdan getmək istədiyini bildirmişdi. O, ərizəsinin qəbul olduğunu açıqlayıb. Aktrisa bildirib ki, son günlər teatrda yaşadığı problemlərə görə işdən uzaqlaşıb. Günlər elə tez keçir ki, bugün özümlə danışıram. Deyirəm, Zəhram necə böyüyüb, Allahın izni ilə. Tünzalə elə istəyirdi ki, övladımız olsun. Allah da Zəhramı bizə bəxş etdi. Gecələr o qədər yuxusuz qalırdı. Zəhram gecələr yatmırdı. Onu 6 yaşına qədər böyüdüb, sonra mənə təslim edib getdi. Məndən həmişə soruşurdu ki, Röyal, Zəhranın ali məktəbə getdiyi günü səncə görəcəm? Mən də əlbəttə deyirdim. Bu sözləri mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb. O, aktrisa ilə bağlı xatirələrini bölüşüb. Bugün elə ehtiyacım var ki, Tünüşə. O mənim sadəcə həyat yoldaşım deyildi. Röyalın digər yanı idi. Çox hörmətli tanıdıqlarım var, amma tək dostum Tünüş idi. Küçədə insanlar məni görüb bir-birinə bu bəy Tünzalə xanımın həyat yoldaşıdır. Bəzən də Toppuş bacının yoldaşıdır deyirlər. Röyaldır demirlər. Mən bununla qürur duyuram ki, məni Tünzalənin yoldaşı kimi tanıyırlar. Belə olmasına kimsə istəməzdi Tünüş. Amma bizdə belə alındı. Allah belə məsləhət bildi. Qeyd edək ki, Tünzalə xərçəng xəstəliyindən vəfat edib. Onun Zəhra adlı qız övladı var.